Bakıda və Abşeron yarımadasında martın 20-sində havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, şimşək çaxacaq. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 6-8, gündüz 9-13 dərəcə isti, atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq. Naxçıvanda da axşam saatlarından başlayaraq havanın yağıntılı olacağı, temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir. Bəzi rayonlarda yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərə qar yağacağı bildirilir. Gecə və səhər duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 5-9, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 2-6 dərəcə isti olacaq.